Mən təhsil işçisiyəm. Pedaqoji ali məktəbdə işləyirəm. Malik Cəbrayılov. Ümumiyyətlə, müəllim həmişə yaxşı bir iş görəndə sevinər. Dünən mən dərs vaxtı təzyiqim çox sürətlə düşdü və özümü çox pis hiss elədim. Sonra evladlarımın köməyi ilə mərkəzi Kömrük xəstəxanasının təcili yardım şöbəsinə zəng elədilər. Təcili yardım çağırıldı. Mən düzü o təcili yardım maşınında olandan o qayğını hiss elədim. Səhv eləmirəmsə həkim Nərgiz xanım idi bizi orada müşayiət edən. O diqqətlə məni elə gətirdilər ki, mən yolda o təzyiqimin aşağı düşməyin, özümü çox pis eləməyimi bir anlıq elə bir ki, unutdum. Sonra ki, bu xəstəxananın binasına girəndən bu danışdığım vaxta qədər bütün həkim, tibbi personalın diqqətini gördüm və çox sevindim ki, bizim ölkəmizdə belə tibb ocaqları var. Xəstəxanada hər cür şərait var. Bütün müasir aparatlar, yaxşı mütəxəssislər. Bu yaranmış şəraitə görə ölkə başçısına, cənab prezidentimizə, bu xəstəxananın sahibi Kömrük komitəsinə, bu xəstəxananın baş həkimi Bəxtiyar həkimə və digər həkim mütəxəssislərə öz minnətdarlığımı bildirirəm. Mən istəyərdim ki, bu mənim minnətdarlıq sözlərimlə kollektivin bütün əməkdaşları xəbər tutsun və bilsinlər ki, xəstələr onların həmişə əməyi yüksək qiymətləndirməyə hazırdılar. Və digər bizim tibb ocaqlarımızda belə tibb ocaqlarının təcrübəsindən istifadə eləsinlər ki, həmişə xalqımız öz tibb işçilərinə, öz evladlarına minnətdar olsunlar. Çox sağ olsunlar. Mən çox razıyam bu tibb ocağının bütün həkim və orta tibb işçisi personalından.